Herkese salam, kanalıma, videoma hoş gelmişsiniz. Ben 28'deyim. Moldayım. Tuş almak istiyorum ama burada çok seçim var ve hangisini seçeceğimi bilmirəm. Arzuma gelmişim. Buradan hiç almamışam hiç vaxt. Neyse bir tane maskara aldım. İnşallah ki qəşəng olar. Göstereyim. Ne gedim satım. Çok acım. Ne güle gideceğim. 28'deyim zaten. Maşallah hava çok qəşəngdir. Elə bil 2-3 gün əvvəl su basan 28 deyil bura. Qəşəng günəş çıxıb. Deyək ki, nə gülə yeməyim deyirsəm tam olacaq, xoşbəxtliyim yəni. Azam. Bayaq demişdim deyirəm. Hepsi ala geldim. Allah'ım sen mənə o qədər imkan yetir. Amin. Böyle çok varlı olma, çok varlı olmak istəyirəm. Ne alacaqlarım qurtarmır, ne aldıqlarım, ne almaq istədiklərim. Qaçmaqlardan da olmasın da. Bunlarda ne zövq alırlar. Neyse. Zevkler tartışılmaz. Mən nə yığdım ki 5 dəqiqəyə çatdıram və soxacam. Dedi gəl inşallah ki böyle sulu xörək falan olmaz. Yəni sulu xörək istəmirəm. Qəşəng belə kızarmış bir şey istəyirəm. Yağlı yağlı böyle çörəyə batırılacaq bir şey. Neyse uf. Görsə ürəyim təmizdir, görsə. Çok xoşbəxtəm ben çünkü güneş gördüm. Elə bilirdim soyuq olacaq. Üç sərindir ama aslında güneş var. Deməli dostlar, mən üniversiteden geldim. İndi markete gedirəm Mehrindən. Elə evə sumkamı qoyub çıxdım. Çünki sponfol eləməliyəm bugün. Eləyəcəm bugün inşallah ki. Belə dodağımda heç nə qalmadı. Yaşamaz. Nə bilirəm. Sadaq. Bilmirəm. Mehrim bu yollardan geçirir. Deyirəm ki, qaranlıqdır, gecədir. Deyir ekin olmasın, eşrifə yığaram. Dostlar, iç səsi işdən kimi qayıtdıq. Həm də orada qaraşlar falan var idi. Bu gecə qayıtdımdı. artisti həmə. Sən demədin iç səslər gəlir. Dedim ki, ola bilər, qoy mən gedim baxım, sonra sən gəl. Neysə. Şöyle açalım. Ay işıq nə gözəldir. Mehri mənə çəkmədi. Hələ ki qurtarmamışıq. Neysə, göstərəcəm. Ağırdı biraz. Bunlar da Mehridə. Dostlar, nəhayət gəlib çatdım evə. Bu an çox acam, dəhşət yorğunam. Amma sadəcə yeməyi düşünə bilirəm də, yəni. Yeyim özümə gəlim. Sonra sponfol eləyəcəm. Belə də. Sabahınız xeyir olsun. Hava yaxşılaşıb çox şükür. Gedirəm universitetə. Geldim. Biraz tez gelmişim. Ama olsun. Dostlar, üniversitedeyim. Kulaklarımı koydum. Bir şey götürməyəm. Götürürəm, sonra gəlirəm dərsə. Geri qız yazıb ki, səssiz də gözəldir. Çok sağ olun, çok sağ olun. En sevdiğim salatdı burada. Biraz yiyeyim. Gıdım niye düşüremeyim? Neyse. Artık gelebilirəm. Dostlar, hamımız 10 aldıq. Bəli. Bəli, hamımız 10 aldıq. Yo, biz həm yerik, həm oxuyuruq. Metroda oxuduğum idi. Metroda yolda. Qızardım. 9 almışam dostlar. Bəli. Bugünlük de bu kadar. Eve gideceğim indi. Ben zərətqan qutar adaptörü də götürməmişəm. Belə. Herkese salam. Sizə dünən çəkməmişəm. Dünən zaten kombindəydim. Onu balaca vlog kimi hazırlayacağım diye belə çəkməmişəm. Çok şükür havalar da yaxşılaşıb. Min şükür ki. İnşallah avtobus geçmemiştir. Çünkü avtobus geçse ben
tamamıyla gecikdim. Allah'ım sana çok şükür ki bu güneş var ya Rəbbim. Kombime bayıldım. Bugün 2 dersimiz var ve biz hiç 2 ders olan gün çıxıb şəhərə falan getməmişik də qızlarla. Dünən dedim ki, havalar da yaxşılaşıb. Sabah 2 dərsdən sonra gedək gəzək. İnşallah ki alınar və mən şəkil çəkdirərəm. O güllər var yarım arkada. Onların yanında şəklim yoxdur. Bu arada qırmızı da yaraşıram elə. Allah'ınca özümü iltifat edirəm. Sevirəm də mən özümü. Dostlar, deməli dərsdən çıxdıq axır ki. Qaçmadığı 5 dəqiqə qalıb. İcazə verdi Nəcəbsə, gidirik şəhərə. Çatdıq, içəri şəhərdəyik. Telefonum yox deyə mənə söz atırlar. Deməli dostlar, çatdım çox şükür. Yorğunam, çox yorğunam. Saat 10'a işdir. Bir anlıq ürəyim düşdü ki, avtobus gəlməyəcək. Gəldi, hemen çıxan kimi gəldi. Salamlar, mamanın market alışverişine gedirik. Mamam bazarlığı böyle yerdə 3-4 tane market gəzir. Hər alacağı şeyi bir marketdən alır. Həmişə elə yerdə bazarlığa öyrəşib. Belə biz axırıncı marketdəyik artıq. Qutarıq. Eve gəldik, çatdıq. İndi namaz vaxtıdır. Namazımı qılacağım. Pizza var idi. Onları hazırladıq mamanla, Mehrilə. Belə çox acıyam ama biraz acam. Namazımı qılım inşallah birsin yeyək. Hər kəsə salam, üniversitə gedirəm. Yeni gecikmişəm, nəyə görə? Çünki video çəkirəm, TikTok çəkirəm. Heç umurumda olmur ki, mən dərsə gecikirəm. İnşallah qayıb yapışdırmazlar yəni mənə belə. Kombini necədir, gəzdiyin göstərim. Məncə qəşəngdir. Liftimizdəki bir təmiz olan gün olmadı da. Təmiz yəni ki, cızıqlar vardı ya. Neysə, gedək. Bu qız buraya mənə çox yaraşmır. Yaraşır. Allah'ım bu küləyi də qutarsaydı çox yaxşı olardı. Neysə çox şükür, çox şükür. Avtobusu burada görmüş inşallah. Ay yox, çünki təzə gedib. Heç nə olmaz. Səbirli oluruq. Nə olar mənimlə qayıb yapışdırmasın. Ya da mənimə gəlmiş olmasın. Qızlara demişəm ki, nə olur olsun qayıb yazdırmayın. İnşallah ki yazılmışdır. Müəllimə yoxdur. Səs peşdir, sözsüz. Kulaqlarım batdı. Peşdən. Nereden düştüm ben buraya? Müəllimə dedim ki, müəllimə icazə verər, ekspresdeyiz. Çıxım sağ olsun icazə verdi və gedirəm evə. Çox şey çəkə bilmədim ama olsun. Sizə salam. Bugün Bibin ad günü olduğu için Bibiklə gəlmişik. Görün bugün nələri çəkə bilirəm. Yəqin ki bugün vlogu sonlandıracağım.
Salam. Ben Bigil'de olanda vlog sonlandıracağımı düşünürdüm. Ama sonlandırmadım diye. Dedim bugün sonlandırırım. Kombinim necə değil. Çok aşağıydı bence. Neyse. Geçmişəm yine. Tədbirdir bilmirəm ama tədbirdədirlər. Dedim görüm ne olur. Seyran müəllimdir, o ərazilərdə işləyiblər, zəhmət çəkiblər. Sizlərin adından, öz adımızdan, Qədir Bilən Azərbaycan xalqının nümayəndələri adından bax, bu insanlara dərin təşəkkürümüzü bildiririk. Bu vaxt sizə saatlarla qulaq asmağa hazır. Təşəkkür edirik. Təşəkkür Kombinime bir de böyle bakın. Çok aşağıydı. Ben aldım. Bugün salat almadım çünkü ben neçə günlük salat yiyirəm de yani. Böyle bir şey aldım. Böyle. Kalekma 3 aldım. Neyi? Ben de şu an. Şu anda yok da. Alt yedi başıma vurdum ben burada. Çok pis vururdum belki. Pis olmuşam ben. Ben düzelmişim axı. Onun cezasını da çəkirəm. Siz ucu yağını çıxartdınız. Ancak yazdım gördüm belki. Böyle Bu qiymətdən yaxşıdır axı. Bir şey çıxmalıydı. səslər çıxartmaq, əllərini vurmaq. Kaş olsaydım. 5 manam şu an. Kamikasiya bazarında pozumdur. Buradan Neyse ben de 3 almadım. Günay da 5 almadı. Çünkü tezden yazacaq gələn dərs. Görüşdə. Gələn dərs oxuyacağım. 5'ten aşağı olsa 5'e razıyım. Oxuyacağım. Neyse dostlar, bugünlük de bu kadar. Bu vlogu da burada sonlandırırım. Eğer vlogu beğendiyse fikirlerinizi bildirmeyi ve kanala abone olmayı unutmursunuz. Sağ olun, görüşürüz.